Reper Elşad Xose barədə sosial şəbəkələrdə ölüm xəbəri yayılıb. Məsələ ilə bağlı axşam aza danışan reper Dado yayılan məlumatın həqiqəti əks etdirmədiyini bildirib. Elşadın yaxınları ilə danışmışam, hər şey qaydasındadır. Sağ-salamatdır, ölməyib. Yaxın vaxtlarda Elşad özü də bununla bağlı açıqlama verəcək deyə Dado qeyd edib. Bildirilib ki, bir neçə gün əvvəl Elşadın Maştağada yerləşən Respublika Psixiatriya xəstəxanasına yerləşdirilməsi ilə bağlı məlumat yayılıb. Müğənni Sevda Əli qızı mərhum xalq artisti Səməd Səmədovu anıb. Sənətçi bu barədə qonaqcanlı verilişində danışıb. O, mərhum ifaçı ilə uzun illər birlikdə çalışdığını və ailəsi ilə əlaqəsinin davam etdirdiyini bildirib. Artıq 5 ildir yanımızda yoxdur. Biz ailəvi dost olmuşuq. Səməd müəllimlə 15 il bir yerdə işləmişəm. Onun çörəyini yemişəm. Birlikdə işləyib qazanmışıq. Mən tənbəl insanam. Heç nəyə can atmıram. Səməd müəllim həmişə mənə dəstək olub. Məni efirə də, məclisə də aparıb. Müğənni bildirib ki, Səməd Səmədovun ailəsi ilə mütəmadi əlaqə saxlayırlar. Ailəsi ilə hər gün danışırıq. İradə xanımla dərdimizi bölüşürük. Oğlu Anar ailəsi ilə birlikdə Moskvada yaşayır. Qızı Xədicə isə Azərbaycandadır. İradə xanım bacısının bağ evində qalır. Səməd müəllimdən sonra tək həmin evdə yaşaya bilmir. Yaxın günlərdə isə bacısının yanına Bodruma gedəcək.